Əlbəttə ki, bu müsbət və mənfi məqamlar haqqında danışacağam, amma ilk öncə nəyə qeyd etmək istəyirəm ki, bugün, yəni Trumpın, Amerika Birləşmiş Ştatları prezidenti Trumpın bu şuranın yaratması haqqında məlumat bugün daxil olur, amma Azərbaycan Respublikası prezidenti, əgər yadımızdadırsa, BMT-də təxminən 5 il bundan öncə BMT-də çıxışı zamanı BMT-nin öz üzərinə düşdüyü missiyanın yerinə yetirməməsi haqqında məlumatlar vermişdi və BMT-ni reformasiya edilməsi haqqında dünya dövlətlərinə çağırış edilmişdi və Azərbaycan Respublikası prezidentinin bu çağırışından sonra BMT-nin həqiqətən öz funksiyalarını yerinə yetirməməsi haqqında məlumatlar və digər ölkələrin də narazılıqları artırdı və Trump həqiqətən də son dövrlər məhz bu missiyanı, yaxud da ki, bu problemi görərək BMT-nin reformaya uyğun olması mümkünlüyünü görüb məhz belə bir addım atır. Və əsas məqsəd nədir? Əsas məqsəd məhz biz söhbət etdiyimiz və məhz Azərbaycan Respublikası prezidentinin Davosda müsahibə zamanı dediyi kimi dünyada baş verən problemlərin həll olunmasına töhfə verməkdir. Və təbii ki, Azərbaycanın bu şuraya daxil olması çox ciddi əhəmiyyət kəsb edir və təkcə sadəcə üzv kimi deyil, 50-60-100 üzvlərdən biri kimi deyil, təsisçi üzv kimi dəvət olunması Azərbaycanın gələcəkdə qlobal problemlərin həll olunmasında məhz Amerika Birləşmiş Ştatları, yaxud da ki, dünyanın digər böyük dövlətləri ilə birlikdə iştirak edəcək. Və mən hesab edirəm ki, bu təkcə Cənubi Qafqaz regionunun nüfuzunun artmasına deyil, Azərbaycanın qlobal səviyyəyə çıxmasına yeni bir addım olacaq və eyni zamanda Azərbaycan bugün Cənubi Qafqazda yeritdiyi sülh siyasətini və qeyd etdiyimiz kimi öz təcrübəsini məhz bu şura vasitəsilə digər ölkələrə də çatdıra biləcək və öz problemini həll edən Azərbaycan indi dünyanın müxtəlif yerlərində baş verən problemləri həll etməyə qalxacaq. Və mən düşünürəm ki, Azərbaycanın xarici siyasətində çox böyük addımdır və bu təkcə qəbul olunma deyil, biz Azərbaycan haqqında, Azərbaycanın beynəlxalq imicinin artması istiqamətində Azərbaycan bu şurada fəaliyyət göstərdiyi zaman daha ciddi xəbərlər alacaq. Və bunun Azərbaycana mənfi, mən düşünmürəm ki, hər hansı bir mənfi nəticəsi ola bilər və mən hesab edirəm ki, Azərbaycan Respublikası əgər bunu qəbul edilibsə, Azərbaycan Respublikası prezidenti bu qəbul etmək haqqında bəyanat verirsə, qərar qəbul edirsə, mən düşünürəm ki, Azərbaycanın gələcəyi üçün və Azərbaycanın beynəlxalq problemlərin həll olunmasına iştirak üçün, qlobal problemlərin həll olunmasına iştirak üçün çox zəruri bir addımdır.